Deməli, dünən bir uşaqla konsultasiya eləmişəm, 7-ci sinifdir. 7-lərlə çox görüş keçmirəm, bəzən 7-ni bitirən mərhələlərdə ola bilir. Uşaq ibtidaini İranda oxuyub, İngiliscə təhsil alıb, özəl məktəbdə, yaxşı təhsil alıb. Sonra 5-6-nı Pakistanda oxuyub, yenə İngiliscə özəl məktəblərdə. Çox maraqlı uşaq idi. İndi gəlib bura Azərbaycanca dövlət məktəbinə. Yəni, təsəvvür eləmək əslində çətin deyil ki, o nə hallar keçirir. Baxmayaraq ki, çox da inkişaf eləməmiş ölkələrdən gəlib, amma özəl məktəbdən, İngiliscə təhsildən gəlibdir. Yəni, inanın ki, o ölkələrdə İngiliscə qeyri öz dillərində təhsil də bizimkindən daha yaxşıdır. Pakistanı dəqiq deyəmərəm, İran dəqiq olaraq İran təhsili bizimkindən daha yaxşıdır demək olar. Ortada nəsə biraz şey yarandı. Deməli, uşaq deyir ki, mən ancaq biznes haqqında düşünürəm. Mən də onda mənim bir dənə videom var, onu açdım, göstərdim ki, bu aralar yaman trend olub, hamı bizneslə danışır uşaqlar zatlar və bu bir ümumi trendə uymaqdır. Çox da ciddi bir düşüncə və yanaşma deyil, çünki onların heç bizneslə anlayışları yoxdur. Əksər hallarda heç onların təbiətinə uyğun bir düşüncə tərzi və yaxud seçimdə olmur. Amma dedim ki, istisna ola bilər. Təbii ki, biznesə yatqın ola bilərsən. Və sonra məlum olur ki, uşağın tipajı elə biznesmen. Yəni, bu adda bir tipaj da var. Tipajın adı da biznesmen. Bu uşaq da girişimci tipajıdır da, belə deyək. Buna təşviqatçı da deyirəm mən kitabımda. Amma İngiliscə adı entrepreneurdur, yəni girişimci. Bu da biraz gözləyək. Uşaq artıq həmişə belə tipajlı uşaqlara birinci tipajını müəyyən edəndən sonra birinci verdiyimiz sual olur ki, məktəbdə nəsə satmısanmı? Və yəni 90% hallarda da hə cavabını alıram. Bu uşaqlar doğuşdan yəni satış adamlarıdır, biznes adamlarıdır, marketing adamlarıdır. Maraqlı satış hekayələri olub uşağın. Oyunla bağlı, nəsə başqa məhsullarla bağlı. Məktəb vaxtlarından artıq öz sinif yoldaşlarına nəsə satır. Amma məktəbdə bir dənə də olsun bəyəndiyi bir şey yoxdur. Nə uşaqlardan, nə təhsildən, nə ortamdan, mühitdən, şəraitdən, rəhbərlikdən, heç nədən razı deyil və bu çox da normaldır. Üstəlik də biznesmen tipajı nədir, kimdir onu izah edeyim və biləcəksiniz ki, nəyə görə məktəbi bəyənmir. Zaten orada bəyəniləcək bir şey yox idi. Deməli, biznesmen tipajının özəllikləri, parametrləri nələrdir? 4 parametri. Ekstrovertdilər, yəni çox ünsiyyətçildilər. Deməli, praktik zəkalıdırlar. Nəzəri, fəlsəfi, beyinli deyirlər. Təhsilə də praktik gözlə baxırlar ki, bu oxuduqlarım mənə nə verəcək? Nəsə qazandıracaqsa oxuyacaq, qazandırmayacaqsa mənə maraqlı deyil. Öz-özlüyündə də hansısa bir elmi mövzunu, sahəni, fənni sevəcək bir tipaj deyildi, yəni. Ancaq lazım olan şeyləri oxuyarlar. Adətən biznesə, iqtisadiyyata, maliyyəyə, bəzən kompüter elmlərinə falan yönəlirlər. Yəni, riyaziyyatdan başqa bir şey də demək var ki, oxumazlar. Dil öyrənərlər. Dili də ki, uşağın zaten düşündüyü dil də ingilis dilidir. Yəni, bizim bütün söhbətimiz, bütün konsultasiyamız ingiliscə oldu. Azərbaycanca yaxşı başa düşür, danışır, evdə ana valideynlər Azərbaycanlıdır. Amma bacısı ilə və dostları ilə, nə bilim, onlayn kommunikasiya qurduğu insanlarla ingiliscə danışır. Düşündüyü dil ingilis dilidir. Yəni, bizim də maraqlı söhbətimiz oldu, konsultasiya ingiliscə oldu. Və ikinci parametr praktik olmalarıdır. Üçüncü parametr soyuqqanlı olmalarıdır. Yəni, şən əhval-ruhiyyəli olmalarına baxmayaraq soyuqqanlıdırlar, empatiya problemləri var. Manipulyasiya çox meyillidirlər. Ən manipulativ tipajdır deyə bilərik. Ən manipulativ tipaj.
Və buradan ehtiyatlı olaq. Deməli, narsizmə də meyillidirlər münasibətlərdə. Bunlar biraz sevgi göstərməyi bacarmayan tipajdır. Və bir də 4-cü parametr axtarışçı, innovativ, kreativ, dağınıq, disiplini zəif olmalarıdır. Bunlar hamısı bir-birinə əlaqəli şeylər deyən, hamısını bir sözün altına yığdım. Deməli, ünsiyyətçil, praktik, soyuqqanlı və kreativ. Və bu parametrlər birləşəndə bir insana biznesmen deyilməsi də təsadüfi deyil. Çünki bunlar hamısı biznes üçün yarayan şeylərdir, parametrlərdir. Bu uşaq oxusa riyaziyyat oxuyacaq yenə. Məktəblə bağlı heç nəyi sevmir, fənləri də sevmir əslində. Və ancaq iş düşünür. Əlaqələr, işlər. Mən də sadəcə ona ümumi söhbətimizin məğzi bu oldu ki, sən nə qədər bu şeylərə fitri istedadın olsa da bir intellektual bazan olmalıdır. Yaxşı yerdə özünə uyğun bir təhsil alsan, data ilə bağlı ola bilər, bizneslə bağlı ola bilər, marketinqlə bağlı ola bilər. Hətta texnoloji müəyyən şeylərə meylənə bilsən daha yaxşı olardı. Nəysə ki, yaxud da beynəlxalq ticarət, logistika, təchizat zəncirinin idarə olunması, bu sahələrdə Çində filanda yaxşı təhsil ala bilərsən və ondan sonra da yaxşı biznes qura bilərsən. Deməli, bütün bunun planını dəyişdik. Buraxılışa falan hazırlaşacaqdı əslində. Plan oldu ki, İngilis dili zaten öz dilidir. Demək olar ki, əlavə 3-4 ildə vaxtı var da bu uşağın, 4 il. Bu müddətdə Çin dilini yüksək səviyyədə öyrənsə, riyaziyyatda normal səviyyədə saxlasa, yəni bu onsuz da məktəb fənləri ilə bağ quracaq, öyrənəcək, həvəslə yanaşacaq bir uşaq deyil də. Çin dili, İngilis dili və yaxşı riyaziyyatla belə çox yaxşı yerlərə gedib çıxa bilər. Bizneslə bağlı, logistika ilə bağlı, hətta kompüterlə bağlı marağı olsa, bir də proqramlaşdırma falan dedim ki, müəyyən anlayışın olması yaxşı olar. Vaxtı da olsun deyənə bir maraqlı inkişaf planı qurduq ona. Düşünürəm ki, özünə də çox sərf elədi məktəb. Yəni siz biri var ki, məktəb fənlərini sevmir, oxumur, amma xarakter tipajı olaraq potensial maraq ola bilər də. Yəni ki, yaxşı tədris olunsa oxuyacaq. Amma bu uşaq o deyil də. Yəni buna yaxşı tədris olunsa da science adamı deyil. Olsa bəzən tarixə plana maraq duyurlar, çünki diplomatiyaya da meyilli olurlar. Amma yəni, diplomatiyada da məqsəd pul olur adətən ki, yaxşı əlaqələr qursunlar, biznes qursunlar. Ona görə tarix yönü də yoxdur elə bir çox da. Bu şeylərlə ciddi məşğul olsa, yuxarı yüksək səviyyəyə gəlib çıxsa, Çin dilinə riyaziyyatda və bir də başqa maraqlandığı nə varsa, maraqlı layihələr, kurslar, təlimlər, kamplar, könüllü xidməti nə varsa, özünü yoxlayıb orada bir qeyd oluna biləcək, rekord oluna biləcək nəticələr əldə eləsə, çox gözəl yerlərdən ali təhsil qəbulu ala bilər. Amma ümumiyyətlə ali təhsil yönümlüdürlərmi? Yox əslində, praktikdirlər. Yəni daşdan da pul çıxarda bilərlər. Sadəcə disiplinli olmaları üçün ali təhsil biraz üstünlük qazandırırlar ki, heç olmasa məcburi də olsa nələrisə öyrənirlər. Yoxsa biraz daha belə ara işlərlə məşğul ola bilərlər və biznes tərəflərini daha primitiv, daha bəsit istiqamətdə istifadə edib öz potensiallarını tam ortaya qoymaya da bilərlər, əgər yaxşı yerlərdə təhsil almasalar. Statusa da meyilləri çoxdur, yüksək status qazanmağa. Ona görə təhsilə də əslində həm qazanc, həm də bəlkə ondan daha çox status gözü ilə baxırlar ki, bu mənə ictimai status qazandırıcı, mən falan yerdə oxumuşam. Bu tərəfləri də güclü olur. Yəni çox da belə mahiyyət yönümlü deyirlər də, mən öyrənim, elmi özlüyündə sevim falan, yox. Burada xət zat da yoxdur, bilmirsən ki, düz gedə bilərsən, yoxsa yox. Belə maraqlı bir uşaq idi. Tipajını da özünə izah edəndə biraz daha da ayıldı, özünə çox maraqlı gəldi. Valideyni də öz kitabından verəndə ki, baxın, bu tipajı oxuyun. Oğlunuzun tipi budur, şəxsiyyətin ödür, mizacı. Maraqlı gəlir valideynlərə, demək olar ki, həmişə. Ki, ay, nə gözəl, nə maraqlı. Yəni, öz uşaqlarını elə bir ki, biraz daha şəxsiyyət psixoloji gözü ilə oxumuş olurlar. Ona görə əksər halda da tipajı oxuyandan sonra kitabımı da
almaq istəyirlər. Bu da mənim üçün təbii ki, xeyirli olur. Belə dansı gəldi, çıxdıq. Qərə evi. Kameranı da söndürək.